Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllim Rəhman Polad. Bugün sizlərə izah edəcəyim mövzu Versal-Vaşinqton sistemidir. Mövzunun izahına keçməzdən əvvəl bir sıra məqamlara toxunmaq istəyirəm. İlk növbədə sertifikasiya imtahanının və müəllimlərin işə qəbul imtahanının müsabiqə mərhələsindən uğurla keçmiş müəllimləri, həm öz müdavimlərimi, həm digər müəllimləri təbrik edirəm. Onlara, yəni sizlərə gələcək fəaliyyətinizdə də müvəffəqiyyətlər arzulayıram. Uğurlarınız daimi olsun. Sertifikasiya imtahanında müsabiqə mərhələsində və yaxud da ki, müəllimlərin işə qəbul imtahanının müsabiqə mərhələsindən sonra vakansi seçimində uğursuz olan müəllimlər, sertifikasiyadan ikinci mərhələyə qalan müəllimlər, miqdə uğur qazanmayan müəllimlərə isə qeyd etmək istəyirəm ki, əsla məyus olmayın. Həm məyus olmayın, həm də təslim olmayın. Mübarizənizi davam etdirin. Unutmayın, kiçik uğursuzluqlar hər zaman böyük uğurlara aparır. 2027-ci ilin sizlər üçün xeyirli, uğurlu, düşərli olacağına ümid bəsləyirəm və arzuluyuram, diləyirəm bunu sizlər üçün. Və mən hesab edirəm ki, siz önümüzdə olan bu yaxın bir il ərzində misilsiz mübarizə aparsanız, siz hətta hədəflədiyinizdən də yüksək nəticə əldə edəcəksiniz. Həyatda hər zaman belədir balans. Uğursuzluq uğur, uğursuzluq uğur. Sizlər, yəni demək olar ki, müəllimlər, tarixçilər Rəhman Poladı hər zaman uğurları ilə tanımısınız. Nəticələrimlə, müdavimlərimizin nəticələrlə, respublika səviyyəli bizim nəticələrlə. Amma illər ərzində başımızdan keçən proseslər hər zaman uğurlu olmayıb. Müxtəlif uğursuzluqlarla da qarşılaşmışıq. Və bu uğursuzluqlar bizlərə çox şey öyrədib. Biz onlardan öyrənmişik və daha da irəliyə getmişik. Daha da təkan vermişik. Yəni, odur ki, məyus olmayın, odur ki, mübarizənizi davam etdirin. Mənə görə müəllimlik həm bir sənətdir, həm də bir peşədir, ən ali mərtəbədir. Yəni, bunun üçün, bu uğuru qazanmaq üçün dəyər, bu mübarizəyə dəyər. Ona görə də mübarizənizi davam etdirin. Etdirin ki, uğur sizinlə olsun. Əziz müəllimlər, Versal-Vaşinqton sistemi dərsinin izahına keçməzdən əvvəl sonda bir də qısa bir qeydi çatdırmaq istəyirəm diqqətə nəzərə. Deməli, əziz müəllimlər, Rəhman Polad, sizlər məni demək olar ki, əksər tarixçilər tanıyırlar dərslərimizlə, testlərimizlə. İllərdir ki, müəllimlərin işə qəbul imtahanında və sertifikasiya imtahanında düşən suallar, testlər bizim test proqramımıza, bizim dərs proqramımıza tamamilə uyğun formatda, dizaynda olan testlər hesab olunur. Bunu həm öz müdavimlərim, həm də heç mənim müdavimim olmayan müəllimlər belə təsdiqləyiblər. Bu artıq lisenziya alıb, belə deyək, öz sözünü deyib, isbat olunub. Ona görə də biz müəllimləri daha peşəkarcasına hazırlığa dəvət etmək məqsədi ilə, hazırlıqlarımızı təşkil etmək məqsədi ilə hər ay üzrə qruplar təşkil etməkdəyik və sentyabr qrupumuza da hal-hazırda qeydiyyat davam edir. Qeydiyyatdan keçmək üçün nəzərdə tutulan 050 731 83 95 nömrəli əlaqə nömrəsi ilə əlaqə yaradacaqsınız, WhatsApp-a yazacaqsınız. Sizə dərslər haqqında tam ətraflı məlumat təqdim olunacaq. Qeydiyyatdan keçəcəksiniz və qruplara qoşulacaqsınız. Dərslərimiz sentyabr ayının 2-sindən etibarən başlanılır. İndi isə, əziz tarixçilər, keçək Versal-Vaşinqton sistemi dərsinin izahına. Deməli, ilk əvvəl qeyd eləmişik burada çağırılması. Amma artıq nəzərdə tutulan bunların hamısının izahına tək-tək başlamazdan əvvəl qeyd edək görək bu Versal-Vaşinqton sistemi nədir? Versal-Vaşinqton sistemi 1-ci Dünya müharibəsindən sonra
dünyada beynəlxalq münasibətləri, dövlətlərarası münasibətləri nizamlamaq, təşkil etmək məqsədi ilə Fransanın Paris şəhərinin Versal sarayında və Amerika Birləşmiş Ştatlarının Washington şəhərində imzalanan müqavilələr əsasında formalaşan bir sistemdir. Və buna da deyilir Versal-Washington sistemi. Versal müqaviləsi imzalanıb 1919-cu ildə. Washington konfransı isə keçirilib 1921-1922-ci illərdə. Və bunlarla bağlı olan bütün məqamları qeyd edəcəyi hal-hazırda sizə. Deməli, ilk əvvəl qeyd etmişik burada çağırılması. 1919-cu ilin yanvar ayının 18-də qalib dövlətlər Fransanın Paris şəhərinin Versal sarayında sülh konfransı çağırdılar. Həmin bu konfransın çağırılma tarixi təsadüfi deyildi. Bununla da Fransa Almaniyadan qisas alırdı. Çünki 1871-ci ilin yanvar ayında həmin o Versalda, Parisdə Almaniya imperiya elan edilmişdi. Ona görə də Versal konfransının çağırılması da məhz bu tarixlə əlaqədar hesab olunur. Bəs Versal konfransının çağırılmasında məqsəd nə idi? Məqsəd dünyanın sonraki beynəlxalq münasibətlərini, dövlətlərarası münasibətləri tənzimləmək, nizamlamaq, Almaniya və onun müttəfiqləri ilə sülh müqavilələri imzalamaq. Yəni məğlub dövlətlərlə sülh müqavilələri imzalamaq. Daha sonra burada qeyd edirik, Versal konfransında, Versal sülhündə kimlər təmsil olunurdu? Burada təmsil olunurdu qalib və bitərəf dövlətlər. Məğlub dövlətlərə sadəcə olaraq sülh müqavilələrinin şərtləri ultimatum şəklində verilirdi. Daha sonra burada qeyd edirik dəvət olunmayanlar. Versal konfransına kimlər dəvət olunmamışdı? Məğlub dövlətlər dəvət almamışdı və bir də Almaniya və onunla separat sülh müqaviləsi imzalayan Sovet Rusiyası dəvət almamışdı. Daha sonra burada qeyd edirik əsasını, yəni Versal sisteminin əsasını nə təşkil edirdi və ilk müqavilə nə zaman imzalanmışdır. Versal sisteminin əsasını təşkil edir Almaniya və onun müttəfiqləri ilə imzalanacaq sülh müqavilələri və bunların da əsasını Amerika Birləşmiş Ştatları prezidenti Woodrow Wilsonun Konqresə təqdim etmiş olduğu 14 maddə prinsipi. Həmin bu prinsiplər onun əsasını təşkil etməkdədir. İlk müqavilə 1919-cu ilin iyun ayının 28-də, hansı ki Avstriya Macaristan vəliəhdi Frans Ferdinandın sui-qəsdə uğradığı gündə Almaniya ilə ilk sülh müqaviləsi imzalandı. 1919-cu ilin iyun ayının 28-də. Daha sonra burada qeyd edirik ki, Versal müqaviləsini imzalamadı. Hansı dövlət və niyə görə? Versal müqaviləsini imzalamadı, əziz müəllimlər, Çin. Səbəbi nə idi? Səbəbi onunla bağlı idi ki, ərazisindəki Alman mülklərinin Yaponiyaya verilməsindən narazı qalmışdı. Daha sonra burada qeyd edirik, təsdiq etmədi. Kim təsdiq etmədi? ABŞ Senatı təsdiq etmədi. Çünki ABŞ Senatı Millətlər Cəmiyyətinə qəbul olmaq istəmirdi. Bunu ABŞ-ın ənənəvi təcridçilik siyasətinə qarşı hesab edirdi. Ona görə də təsdiq etmədi. Daha sonra isə burada nə qeyd edirik? Mübahisəli məsələ. Versal konfransında mübahisəli məsələlərdən birisi Almaniyadan alınacaq təzminat məsələsi idi. Qalib dövlətlər arasında fikir ayrılıqları var idi və bu da onun işini çətinləşdirən məsələlərdən birisi hesab olunurdu. Daha sonra isə biz burada qeyd edirik hansı məsələ? Amerika Birləşmiş Ştatları prezidenti Woodrow Wilsonun 14 maddə prinsipindən. 14 maddə prinsipi nə idi? 14 maddə prinsipi Versal sistemini, necə deyərlər, hüquqi əsasını təşkil edən bir prinsiplər hesab olunur. Bunun əsas məzmunu nədən ibarətdir? Gizli diplomatiyadan imtina etmək, silahlanmanın məhdudlaşdırılması, azaldılması və bir də xalqlara öz müqəddəratını təyin etmə hüququnun verilməsi. Deməli, 14 maddə prinsipinin əsasında, məzmununda bu məsələlər dayanır. Və
Digər məqamlar daha var burada. Hansı məqamlar var? Məsələn, ruslarla bağlı məqam var, türklərlə bağlı məqam var. Qeyd olunub ki, maddələrdə Rus torpaqlarının tamamilə xarici qüvvələrdən azad edilməsi və öz inkişafına uyğun, siyasi inkişafına uyğun həll edilməsi. Türk hakimiyyəti altında olan xalqlara öz müqəddəratını təyin etmə hüququnun tanınması, boğazlarda sərbəstlik yaranması. Və yaxud da ki, kiçik dövlətlərin də, kiçik xalqların da dövlət yaratmaq hüququnun tanınması və onlara bu məsələ ilə bağlı köməkliyin göstərilməsi. Ərazi suları istisna olmaqla sülh dövründə olduğu kimi müharibə dövründə də dənizlərdə sərbəstliyin olması. Bir daha gizli müqavilələrin imzalanmasına icazə verilməməsi və sair digər məqamlar öz əksini tapmaqdadır bu 14 maddə prinsipində. Daha sonra isə biz burada hansı məqamı qeyd edirik? Versal sülhü, diktə edilmiş sülh və yaxud da ki, qaliblər necə adlandırırdı onu? Yeni bir dövrün başlanğıcı. Versal sülhü 1919-cu ilin iyun ayının 28-də Almaniya ilə imzalanan ilk müqavilə ilə əsası qoyulur. Bu həmin müqavilələrin imzalanması. Daha sonra digər dövlətlərlə də imzalanır. Bunları qeyd edəcəyik. Almaniya ilə imzalanmış müqavilələrdə iki əsas məqam var. Biri ilk hissədir, biri isə ikinci hissədir. İlk hissə sərhədlər məsələsini təşkil edən hissədir. İkinci hissə isə hərbi şərtlərlə bağlı olan hissədir. Versal müqaviləsinin, yəni Almaniya ilə imzalanan müqavilənin ilk hissəsində sərhədlər məsələsini təşkil edən hissədə hansı məqamlar qeyd olunur? Hansı ki, vaxtında Almaniya Fransadan Elzas və Lotharingiyanı qoparmışdı. İndi həmin ərazilər Elzas və Lotharingiya qaytarılır Fransaya. Bu sərhədlər məsələsinə bağlı birinci məqam. Digər ikinci məqam. Sar vilayəti 15 il müddətində Millətlər Cəmiyyətinin ixtiyarına keçir və daha sonraki taleyinin həll edilməsi plebisist, ümumxalq səs verməsi yolu ilə müəyyən ediləcəkdir. Üçüncü məqam. Şərqi Almaniyanın, yəni Poznan və Qərbi Prusiyanın Polşaya verilməsi məsələsi. Digər məqamlardan birisi isə Almaniyanın Avstriya ilə birləşməməyi öhdəsinə götürməsi və Almaniyanın bütün müstəmləkələrini itirməsi. Bu qeyd etdiyim məqamlar sərhədlərlə bağlı olan məqamı ehtiva etməkdədir. Daha sonra isə keçdik burada ikinci hissəyə, yəni hərbi şərtlərlə bağlı olan hissə. Hərbi şərtlərlə bağlı olan hissədə nə qeyd olunur? Qeyd olunur ki, Almaniya hərbi hava qüvvələri ləğv edilməli. Almaniya donanması ixtisar olunmalı. Almaniyada məcburi hərbi xidmət ləğv edilməli. Almaniya sadəcə könüllülük prinsipi əsasında 100 minə qədər ordu saxlaya bilər. Daha sonra Almaniya gələcəkdə Fransaya qarşı təhdidin olmaması üçün Reyn zonasını silahsızlaşdırmalı. Yəni Reynin hər iki tərəfində ordu saxlaya bilməzdi. Və ən ağır məsələ isə Almaniya müharibəni törətməkdə təqsirkar elan olunur, günahkar elan olunur və bütün bu təqsirkarlıq onun üzərində qalır və onun bütün maddi mənəvi günahkarı hesab edilir və təzminat ödənilməsi üzərinə qoyulur. Təbii ki, bu da gələcəkdə böyük fəsadlara gətirib çıxarır, xüsusən də ərazi və hərbi şərtlərlə bağlı, eyni zamanda müharibədə təqsirkar, günahkar edilməsi ilə bağlı bu Almaniyada daha sonraki dönəmlərdə, yəni 20-ci əsrin 20-ci illərində millətçi siyasi qrupları fəallaşdıracaqdır. Belə bir məqam öz əksini tapacaqdır. Daha sonra isə keçdik burada Versal sisteminə daxil olan digər müqavilələr. Hansı müqavilələrdir bu müqavilələr? Deməli, 1919-cu ildə Avstriya ilə imzalanan Saint-Germain müqaviləsi. 1919-cu ildə Bolqarıstanla imzalanan Ney müqaviləsi. 1920-ci ildə Macarıstanla imzalanan Trianon müqaviləsi. 1920-ci ildə Osmanlı ilə imzalanan Sevr müqaviləsi. Deməli, həmin bu Versal sistemini oluşturur, təşkil edir. Daha sonra Versal sistemi ilə bağlı şərq məsələsi var.
Nədir bu şərq məsələsi? Qalib dövlətlər, xüsusilə də İngiltərə və Fransa şərq məsələsini qəti olaraq həll etmək istədilər Versal konfransı zamanı. Yəni onlar Osmanlı torpağını tamamilə bölüşdürmək istədilər, amma qalib dövlətlər arasında fikir ayrılıqları, müəyyən səviyyədə ziddiyyətlər bunu bir qədər ləngitdi. Nəhayət 1920-ci ildə Sevr müqaviləsi imzalandı və Sevr müqaviləsinə görə Osmanlı imperiyasının əraziləri bölüşdürülməli idi. İngiltərə, Fransa, İtaliya və Yunanistan arasında. Lakin Mustafa Kemal Paşanın milli azadlıq hərəkatı başçılıq etməsi və onu irəliyə aparması bu planları pozdu və şərq məsələsini qalib dövlətlər həll edə bilmədilər. Daha sonra keçid edirik burada millətlər cəmiyyəti məsələsinə. Nədir bu millətlər cəmiyyəti məsələsi? Millətlər cəmiyyəti ümumiyyətlə dünyada sülh və təhlükəsizliyi qorumaq, dövlətlərarası münasibətləri nizamlamaq təşəbbüsü ilə yaradılmışdır. Bu, Amerika Birləşmiş Ştatları Woodrow Wilsonun təşəbbüsü ilə, təklifi ilə yaradılmışdı. Lakin ABŞ özü təcridçilik siyasəti yürütdüyünə görə oraya daxil olmamışdı. Və millətlər cəmiyyətində əslində zəifliyi özünü orada göstərir. Yəni ABŞ əslində bir növ jest etdi, güzəştə getdi İngiltərə və Fransa ilə bağlı millətlər cəmiyyətində söz sahibi oldular. Amma ABŞ kənarda qaldı. Millətlər cəmiyyətinə daxil olmadı Sovet Rusiyası. Yəni sonradan gec daxil oldu da, belə deyək. Və bu da onun nüfuzunu və siyasi proseslərə olan təsirini azaltdı. Orada hegemon oldular İngiltərə və Fransa. Amma daha sonraki dövrlərdə, yəni 1926-cı ildə Almaniya Millətlər Cəmiyyətinə daxil oldu. 1932-ci ildə Türkiyə Millətlər Cəmiyyətinə daxil oldu. 1933-cü ildə Almaniya və Yaponiya Millətlər Cəmiyyətindən çıxarıldı. 1934-cü ildə SSR Millətlər Cəmiyyətinə daxil oldu. 1939-cu ildə SSR Millətlər Cəmiyyətindən çıxarıldı. Daha sonra əziz müəllimlər, nəyə qeyd edəcəyik biz burada? Mandat sistemi. Mandat sözünün mənası himayə deməkdir. Himayə. Və mandat sistemi keçmiş Osmanlı və Alman mülklərinin qəyyumluğa götürülmə formasıdır. Amerika Birləşmiş Ştatları Woodrow Wilson istəmirdi ki, hansı ki məğlub dövlətlərin müstəmləkələrini İngiltərə, Fransa və ümumilikdə qalib dövlətlər birbaşa mənimsəsinlər. Ona görə də mandat sistemi yanaşması ortaya qoydu ki, yəni bu həmin torpaqlara sən sahib deyilsən. Amma sən onları müvəqqəti olaraq idarə edirsən. Bu mandat sistemi adlanır. Qəyyumluğa götürülmə. Və mandat sisteminə görə mandat sahibi olan ölkələr var idi. Hansı ölkələr idi? İngiltərə və onun dominyonları idi. Sonra Belçika idi, Yaponiya idi, Fransa idi. Bunlar hesab olunur mandat hüququ almış dövlətlər. Və mandat sisteminə görə hansı ki Osmanlı imperiyasının ərəb torpaqları və Almaniyanın isə Afrika və Sakit Okean bölgəsindəki mülkləri. Bunlar mandat sistemi əsasında qalib dövlətlər arasında nəzərdə tutduğum dövlətlər arasında bölüşdürülür. Və onlar özləri də bölünür bir neçə kateqoriyaya. A, B və C kateqoriyalarına. Mandat mülkü olan A kateqoriyası və B kateqoriyası. Mandat sahibi olan dövlətlər bu dövlətlərin müstəqilliyi hazırlamalıydı. Amma C kateqoriyasında olan dövlətlər isə, ərazilər isə daha doğrusu qalırdı mandat sahibinin mülkündə. Daha sonra əziz müəllimlər, burada keçid edirik Versalın nəticələri haqqında danışacağıq. Ümumilikdə Versal sisteminin nəticəsinə əsasən Osmanlı imperiyası, Almaniya imperiyası, Rusiya imperiyası, Avstriya, Macaristan imperiyaları dağıldı. Balkanlarda yeni bir dövlət yarandı. Serb, Xorvat, Sloven krallığı. Daha sonradan bunun adı olacaqdı Yugoslaviya. Keçmiş Almaniya və Rusiya ərazisində müstəqil Polşa dövləti bərpa edildi. Avstriya, Macaristan, Çexoslovakiya, Serb, Xorvat, Sloven krallığı. Bunlarsa hansı ki
Avstriya-Macaristan imperiyasının dağılması nəticəsində yarandı. Daha sonra burada keçid edirik Qum üzərində qurulmuş sülh. Niyə görə biz buna Qum üzərində qurulmuş sülh deyirik? Çünki Qum üzərində qurulmuş sülh bununla əlaqədar idi ki, burada ədalətli bir sistem yox idi. Qaliblərin mənafeyinə xidmət edən bir sistem var idi. Yəni, təsəvvür eləyin, millətlər cəmiyyəti yaradılır. Dünyanın böyük dövlətlərindən birisi. Sovet Rusiyası kənarda qalır, ABŞ kənarda qalır. İtaliya narazı qalır, Yaponiya narazı qalır, özlərini aldadılmış hesab edirlər, onlara verilən vədlər yerinə yetirilmir. İngiltərə və Fransa arasında belə yaxın şərq məsələsi ilə bağlı, mülklər məsələsi ilə bağlı narazılıqlar baş verir və Almaniyaya qarşı nəzərdə tutulmuş ərazi, hərbi şərtlər və müharibənin təqsirkar olması onlarda bir qisasçılıq, revanşizm hisslərini oyadır. Və nəticə etibarilə bir müşahidəçinin də dediyi kimi Qum üzərinə qurulmuş sülh hesab olunur. Və eyni zamanda milli azlıq problemini yaradır. O, xalqların öz müqəddəratını təyin etmə hüququ tanınarkən milli azlıq problemi yaranır. Şərqi Avropadakı etnik azlıqlar arasında konfrontasiya baş verir. Müəyyən səbəbdə Fransa və digərlərinin maraqları toqquşur. Fransa Rusiya kimi müttəfiqini itirdiyinə görə gələcəkdə Rusiya və Almaniyaya qarşı Şərqi Avropadakı azlıqları müdafiə edir. Və ona görə də bu həmin Versal sistemi Qum üzərinə qurulmuş sülh hesab olunur ki, 20 ildən sonra böyük bir münaqişənin başlamasına, 2-ci Dünya müharibəsinin başlamasına gətirib çıxarır. Daha sonra biz burada qeyd edirik Washington konfransı. Washington konfransı 1921-1922-ci illərdə Amerika Birləşmiş Ştatlarında keçirildi. Məqsəd Versal konfransı, hansı ki Avropada çox daha Avropa, Asiya və Afrikada olan münasibətləri tənzimləyirdisə, Washington konfransı daha çox uzaq şərq və Sakit Okean bölgəsindəki münasibətləri nizamlamaq məqsədi ilə, dənizlərdə silahlanma ilə bağlı olan məsələləri tənzimləmək məqsədi ilə çağırılmışdır. Və Washington konfransında 3 müqavilə imzalandı. Birinci müqavilə hesab olunur 4 dövlət müqaviləsi. Hansı ki 4 dövlət müqaviləsini imzaladı Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa və Yaponiya. Burada olan məsələ Sakit Okean bölgəsindəki mülklərin bircə qorunmasını nəzərdə tutan müqavilə hesab olunurdu. Bu birinci müqavilə idi. İkinci müqavilə Washington konfransına aid, Çinə aid müqavilə hesab olunur. Çinin müstəqillik və ərazi bütövlüyü tanındı. Çində ticarət və sənaye sahəsində bərabər imkanlar prinsipi tətbiq olundu. Bu ABŞ-ın Çinə qarşı açıq qapılar doktrinasının əsasını təşkil edirdi. Və nəhayət üçüncü müqavilə isə dəniz silahlarının məhdudlaşdırılması haqqında müqavilə hesab olunmaqdadır. Və eyni zamanda burada məqamlardan birisi də İngiltərə dənizlərdə üstünlüyünü ABŞ-la bölüşdürdü. Yaponiya isə bir sıra hallarda daha çox məhdudlaşdırma aldı. Və nə oldu? Ümumilikdə Washington konfransının hər 3 müqaviləsindən Yaponiya narazı qaldı. Və ABŞ-a qarşı qisasçılığın, revanşizmin əsası qoyuldu. Daha sonra isə keçid edirik biz burada həm Versal, həm də Washington sisteminin ümumilikdə ziddiyyətləri və cəzalandırıcı sülh anlayışına. Nədir bu məqamlar? Deməli, əziz müəllimlər, ziddiyyətlər ondan ibarətdir ki, Versal-Washington sistemində Fransa təhlükəsizliyi üçün önəmli nəticəyə çata bilmir. İtaliya ona vaxtında vəd edilmiş məsələləri ala bilmir. Ona verilən vədlər yerinə yetirilmir. İngiltərə və Fransa arasında yaxın şərq məsələsinə bağlı münaqişələr baş verir. ABŞ kənarda qalıb, Sovet Rusiyası kənarda qalıb. Bu Versal sisteminin zəifliyini göstərir. Daha sonra Hindistan xalqlarına, hansı ki İngilislər tərəfindən vurulan Hindistan xalqlarına azadlıq verilmədi. Osmanlı əleyhinə üsyan qaldırmaqla bağlı onlara istiqlaliyyət verilmək vəd olmuşdu ərəblərə, onlara istiqlaliyyət verilmədi.
Ümumilikdə Millətlər Cəmiyyəti və yaxud versal sisteminin şərtləri daha çox icra olundu Avropada, amma Asiya, Afrika və müəyyən səviyyədə Avropa xalqların öz müqəddəratını təyin etmə hüququ və digər fundamental hüquqlar yetərincə tətbiq olunmadı, natamam qaldı, narazılıq baş verdi və ümumilikdə götürdükdə Versal-Vaşinqton sistemi dünyanın sonraki taleyinin bütün aspektlərdə siyasi, iqtisadi maneələrini aradan qaldırmağa müvəffəq olmadı və bu da onun məhdud cəhəti hesab olunmaqdadır. İzlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, sizlər üçün səmərəli oldu. Artıq biz yay istirahətindən, qısa fasiləli istirahətdən geri qayıtmışıq. Əziz müəllimlər, bilirsiniz ki, hər il sizlərlə biz hazırlıq qruplarımızdan, dərs və sınaq qruplarımızdan əlavə ödənişsiz olaraq da sizlərlə dərslər paylaşırıq, testlər paylaşırıq, müəyyən paylaşımlar edirik, ayda bir dəfə sınaq imtahanı keçirdirik. Sizlərə mütəmadi olaraq qruplara, ödənişsiz qruplara testlər atırıq, onların izahlarını veririk və artıq bu dövrdən, bu günlərdən etibarən biz həmin fəaliyyətimizi yenidən bərpa edirik. Sizlər üçün, bizlər üçün, hamımız üçün xeyirli, uğurlu, düşərli olsun. Hər birinizə müvəffəqiyyətlər arzulayıram. Sağ olun, salamat qalın.